Salam millət, hər vaxtınız xeyir olsun. Hər biri salamlayıram uşaqlar. Hər birinizi xoş gördük millət. Keçən dəfəki videodan sonra çoxlu xoş rəy aldım və bu günləri də videomuzu davam edirik. Uşaqlar olduğu kimi, keçən dəfə dediyim kimi həftədə bir dəfə mən sizin üçün binary videosu da çəkəcəm. Çünki istəyən dostlarımız var və burada trade edən dostlarımız var. Ona görə də uşaqlar bu sahədə də çəkəcək. Future Spot Forex bazarı üçün bütün analitikamız var, təlimlərimiz var. Keçid alıb baxa bilərsən dostum. Həmən eyni strukturdur, həmən eyni təlimlərdir. Burada da işləyir. Bazar eyni bazardır. Sadəcə burada biraz fərqlidir ki, burada biz daha biraz dəqiq olmağa çalışırıq və vaxtı götürməyə çalışırıq. Forex-lə götürəndə burada hardasa 1.08 revertdir ortalama. Tam olaraq mix eləyəndə çox gözəl bir şey ortaya çıxır. Ona görə də uşaqlar videonun sonuna qədər izləyirik və nə lazımdırsa Instagramda bizə yazırıq və Instagram sosial şəbəkələrdə bizi izləyirik zəhmət olmasa. Və uşaqlar, bütün linkləri aşağıda saxlamışam. Həmən bu brokeri də aşağıda tapa bilərsiniz və kimə promokod lazım olsa mənə yazsın və məndən promokodu alsın. Həmən bu broker üçün depozit promokodumuz var və kimə maraqlısa yaza bilər. Aşağıda da linki saxlamışam ki, həmən promokod sizdə işlək vəziyyətdə olsun uşaqlar. Keçdik, görək biz bu günlər nə edə bilirik. Deməli 15 saniyəlik keçək biz 5 dəqiqəlik də bir baxaq, görək vəziyyət necədir, nətərdir burada uşaqlar. Ondan sonra 1-2 atış eləyəcəyik və normal bir atışla çıxacağıq. Burada uşaqlar çox qalmırıq, çox vaxt itirmirik. Funt dollar bu dəqiqə real bazarda olan funt dollar 82% verir. Bizdə OTC-də olan isə 93% verir. Baxaq görək OTC-də nə var. Dostlar, sözün açığı bu dəqiqə mənim üçün heç bir fərqi yoxdur. Yəni OTC-dir yoxsa hansıdır. Mən sadəcə öz analitikamı eləyirəm və əməliyyatımı açıram. Burada gözəl bir Composite indeksdə yığılma gedir 5 dəqiqəlikdə və keçək biz balaca time frame-ə görə orada nə baş verir. Biz görürük ki, gözəl bir qalxışımız olub, əla bir qalxışımız olub və bu qalxışdan sonra nə baş verəcək? Birdən-birə aşağı keçid almaq olarmı? Yox uşaqlar, belə bir şey eləmək olmaz. Biz keçəcəyik daha balaca time frame-ə və orada giriş nöqtəsi axtaracağıq. Eləyəcəm 3 dəqiqə, 100 dollarlıq əməliyyat açacağam. 10.000 dollar eləyib uşaqlar. Heç olmasa 5.000-in çəkmək istəyirəm. Ondan sonra isə yenə də davam eləmək istəyirəm. Bu brokerlərdə millət 5.000, 10.000 dollar sizə tam olaraq bəs eləyir. Yəni ondan artıq ehtiyac yoxdur. Forex-dəki kimi 20.000, 30.000, 50.000-ə burada ehtiyac yoxdur. Yəni burada elə bir balans tələb olunmur. Yəni o qədərə ehtiyac yoxdur. Burada sadəcə sizin hesabınızda 1000, 2000 olsa artıq böyük bir preimуществоdur və bu balansla çox gözəl yararlana bilərsiniz. Martingale eləyib batırmazsınız. Yəni martingale eləməyin uşaqlar. Bu bizim keçən dəfəki əməliyyatlarımızdır. Baxın, sonuncu 2 əməliyyatda məndə 200 dollar görürsünüzmü necə əməliyyat açıram. Baxın, fərqli əməliyyatlardır və bunların hərəsinə 100 dollar açılıb görürsünüzmü heç artırmamışam. Yəni baxa bilərsiniz əməliyyatlara uşaqlar. Görürsünüzmü necədir? Belə bir situasiyalardır millət. Mən artırmıram uşaqlar və bu da yaxşı nəticələri gətirib çıxardır. Yəni siz bir gündə qalxmırsınız, xırda-xırda qalxırsınız. Yəni bu da çox gözəldir. Aha, görürük ki, uşaqlar görürsünüzmü? Buradan biz əgər short girsəydik, yəni aşağı birbaşa keçid alsaydıq, biz hal-hazırda tərsdə olacaqdıq. Biz gözləməliyik ki, görürsünüzmü bu tərəfdə necə situasiya əmələ gəlir, bu tərəfdə necə situasiya əmələ gəlir. Siz gözləməlisiniz. Burada qiymət dayanmalıdır, oynamalıdır. Siz təsdiq almalısınız ki, aha, bu həqiqətən də aşağı getmək istəyir. Götürürük biz Fibonacci-mizi, Dabavis instrument. Burada Fibonacci var. Fibonacci sahəmizi biz burada gətirib çıxardırıq, qoyuruq və çəkirik tam təpəyə. Əgər bu təpəyə çatıbsa uşaqlar, çünki bu hələ ki trend gedir və biz bilə bilmərik ki, bu təpədirmi yoxsa yox. Biz buranı təpə yalnız o zaman qeyd eləyəcəyik ki, biz burada təsdiq alacağıq ki, trend dönür. Mən hal-hazırda baxanda, belə baxanda görürəm ki, bura 0.5 zonası üçün daha uyğundur və çəkirəm öz 0.5-mi onun ortasına hardasa bir dəqiqə. Nəyə görə uşaqlar? Çünki orada daha çox 0.5 zonalarına bura yaraşır. Mənə elə gəlir ki, bu trendin ortası bura olacaq. Yəqin ki, bu hələ biraz da yuxarı gedəcək və burada əməliyyat açmaq tam da bu dəqiqə doğru deyil. Mənə elə gəlir ki, bu biraz da yuxarı gedib, ondan sonra millət burada artıq bir formasyon yaradacaq və həmən belə bir formasyon yaradandan sonra o aşağı gedəcək. Əgər bu indidən aşağı getmək istəsə, burada gərək qəşəng bir, amma yaxşı olmayacaq, çünki biz premium zonadan satmayacağıq. Premium zona bizdə buralar olacaq. Artıq biz buralarda premium zonalara keçid alırıq. Çünki uşaqlar buranı biz götürsək, təxmin olaraq göz ucu ilə biz buranı 0.5 zonası kimi qəbul etmək istəyirik. Amma hələ buna tam dəqiq təsdiq almamışıq. Outkada baxaq. Outkadda heç nə yoxdur. Evro, dollar, real bazarda. Aha, görürük ki, heç nə yoxdur. Crypto Composite indeksdə nə var? Aha, burada short baxmaq olar.
burada short baxmaq olar və bizdə burada belə bir zonada var. Uşaqlar çox rahat eləyiblər. Burada bizdə lazım olan alətləri götürmək üçün yer qoyublar və burada bizdə FVG var və bizdə burada da FVG var. Gəlin biz bir risk eləyək. 3 dəqiqə. Buradan əməliyyat açaq. Bizim nə qədər burada pulsuz əməliyyatlarımız var. Fikir versiniz. Balaca məbləğ olduğuna görə mənim yadımdan çıxırıblar. Bunu burada niyə görə açdım? Dostlar, birdən bizim əgər gedişatımız davam eləmək istəsə, biz heç olmasa bir əməliyyatı da olsa götürək. Nəyə görə? Çünki uşaqlar burada da FVG var. Baxırıq biz. Bu şam, bir də ki bu şam. Görürsünüzmü? Gəldi FVG ideal bir şəkildə FVG-ni yığdı və buradan davam eləmək istəyəcək aşağı. Əgər biz Forex-də olsaq, məsəl üçün belə bir yerdən əməliyyat açdıqda biz ilk öncə hesablamalıyıq revert. Məsəl üçün əgər biz düşünürüksə ki, bu sahələr bizdə qırılacaq və bu sahələri vuracaq, bizim hardasa take profitimiz gəlib çıxacaq buralara. Bu zonaya gəlib çıxacaq və bu zonadan bizdə take olacaq. Məsəl üçün bu zona. Görürsünüzmü? 43 420 bu zonalar. Aydın olurmu sizə? Bu zonalara biz tek qoya bilərik və götürə bilərik oradan və bu zonaya qoya bilərik misal üçün. Hal-hazırda biz binary-deyik və bizdə burada dəqiq əsas olan şey burada dəqiqədir və bizim vaxtımız düz gəlsin. Bizə o qədər də gedəcəyi yer maraqlı deyil. Hər bir platformanın öz plusu, minusu var. Məsəl üçün Forex-də bizdə gedəcək sahə önəmlidir. Burada isə bizdə Forex-in bir reverdir. Hətta bir neçə punktu belə bizə artıq bəs eləyir və biz öz xeyrimizi oradan götürə bilirik. Vso, açdıq. Gözəl bir əməliyyat. 1 dəqiqə qalır. Görək əməliyyat necə yekunlaşacaq. Saniyəmiz qalır və uşaqlar əməliyyatımız bizim plusla bağlandı. Möhtəşəm bir əməliyyat. Dostum, əgər like eləməmsənsə, videonu zəhmət olmasa bir dənə like elə. Çünki bu bizim üçün çox önəmlidir. Hal-hazırda millət, burada bizdə bir dənə də FVG yarandı və bu FVG buralardadır və biz buradan yenə də əməliyyat aça bilərik. Sadəcə bu əməliyyatı mən biraz uzun eləyəcəm. Çünki bunun burada dayanması biraz vaxt ala bilər. Əgər biz yuxarı qalxarsaq, bir dənə də əməliyyat əlavə edərəm. Əlavə eləyə bilərəm, çünki bu short gedən pozisiyadır. Belə pozisiyaları biz Forex-də çox axtarırıq və tapanda da çox sevinirik, çünki reverdə yaxşıdır, reverdə yaxşıdır və bir əməliyyatımız artıq plusla bağlandı. Özü də çox şık bir vəziyyətdə uşaqlar. Gözləyirik ikinci əməliyyatı. Asiya Composite Index-də shortu tutmuşuq və gedirik uşaqlar. Görək əməliyyat necə bağlanacaq? Mən əməliyyat bağlanana yaxın qayıdacam uşaqlar. Millət, bir şey səhv elədim. Crypto Composite Index, yəni bizdə burada Asiyaya baxıb mən bayaq səhv demişəm. Crypto Composite Index-də ilk əməliyyatımızı açmışıq və ikinci əməliyyatımızı gözləyirik hal-hazırda. Gözləyək uşaqlar, görək bizim bu düşüşümüz hara kimi davam eləyəcək. Bizə binary-də olduğumuz üçün çox da bu önəmli deyil. Bizə əsas olan açılış zonasından uzaq olmasıdır. Gözləyə görək necə yekunlaşacaq. Uşaqlar, biz görürük ki, son saniyələrə yaxın belə bir impuls əmələ gəlir bizdə. Hal-hazırda FVG-ni qırdılar və yuxarı doğru getdilər uşaqlar və biz görürük ki, burada bizdə zona var. Yenə də zona var uşaqlar. 3 dəqiqə müddətinə mən yenidən $150 həcmində əməliyyatı aşağı götürəcəm. Çünki dostlar, buradan düşəcəyini gözləyirəm. Bu isə sadəcə bir manipulyasiyadır və bunu mən normal qəbul etmirəm. Bunun maksimumu gedəcəyi yer hara ola bilər uşaqlar? Burada bizdə görürsünüz, bayaqdan çəkdiyimiz bir FVG zonası var və bu FVG zonasına biz gələ bilərik. Bura bizim ən əmin olaraq əməliyyat açacağımız yerlərdir və buradan uşaqlar əməliyyatın gəlmə şansı, gəlmə faizi 80%-dir. Çünki burada bizə short gedir və biz maksimum FVG
FVG-dən bir aşağı əməliyyat açacağıq və baxacağıq görək o əməliyyat necə yekunlaşacaq. Hal-hazırda 150 dollar açılıb. Bu əməliyyatı da biz hələ ki çölə atmırıq, çünki bu manipulyasiyadır və forex bazarında bildiyimiz kimi buralarda çoxlu stoplar olur. Yəni stoplar olur. Burada isə çoxlu əməliyyatlar olur və o əməliyyatları yoldan çıxartmaq lazımdır. Hal-hazırda gözləyirik biz 150 dollarlıq əməliyyatımız var və görək o əməliyyat necə bağlanacaq. Əgər bizim qiymətimiz buralara girərsə, mən buradan biraz yüklü keçid alacağam və istəyirəm ki, buradan maksimum səviyyədə gəlirimi götürüm. Dostlar, əmin olmadığım yerlərdə görürsünüzmü? Balaca əməliyyatlar açıram və gəlirimi götürürəm. Amma elə yerlər olur ki, sən tam olaraq əminsən və orada biraz risk eləməyə dəyər. Tam olaraq vabank getmək olmaz heç bir yerdə, amma belə yerlərdə risk eləməyə dəyər və bu çox vaxtı mükafatlandırılır. Yəni mükafatlandırılır və siz xeyirlə bağlanırsınız. Bu boyda yer burada boşluqdur uşaqlar. Hal-hazırda bu FVG bizdə lazım deyil. Yəni bu FVG bizdə getdi. Bizim hal-hazırki FVG-miz burada yarandı uşaqlar. Baxın görün nə boyda FVG var bizdə. Görün necə böyük bir FVG zonası var və bu zonaya qiymət qayıdacaq hökmən ki. Yəni hökmən ki, bu zonaya qiymət qayıdacaq. Və siz Forex-də olanda qısa müddətli əməliyyatlar üçün belə bir FVG-ləri götürə bilərsiniz ki, yəni qiymət bura həmişə maqnit kimi özünü dartır. Hal-hazırda ola bilsin ki, biz buranı hədəf almışıq, yəni bu zona bizi əvvəlcədən çəkirdi. İndi isə buranı hədəf alacağıq. Yəni birinci buranı, sonra buranı. Yəni belə də ola bilər. Və yaxud da ki, buranı, sonra buranı. Belə də ola bilər. Yəni bunu heç kəs dəqiq deyə bilmir uşaqlar. Ona görə də belə şeylərdən çox özünüzü yormayın. Əsas odur ki, moment, yəni həmən orada olduğun anda nə fikirləşirsən, nə qərar qəbul edirsən. Yəni o da əsas olan. Baxırıq, görək. Bizim ikinci əməliyyatımızdır. Çox əmin olmayan bir əməliyyat olacaq deyəsən. Bu bilmirəm indi necə olacaq ümumiyyətlə. 8 saniyə qalır və 4 saniyə. Gözəl əməliyyat idi. 150 dollar, yox, yaxşıdır. Qəşəng əməliyyat idi. Buna da bir like düşür məncə. Uşaqlar, demək, görək biz burada nə iş görürük. Tak, uşaqlar, bu gedir aşağı. Gəlin bir dənə də 100 dollar biz götürək. Uşaqlar, bu gedişatın mən düşəcəyini gözləyirəm. Aha, 3 dəqiqə götürdükdə düzdür. Aha. 3 dəqiqə biz götürdük. Bunun mən aşağı düşəcəyini gözləyirəm. Çünki dostlar, biz görürük ki, higher high var və lower low əmələ gəlib və yeni higher high əmələ gəlmədi. Bizdə lower high əmələ gəldi əksinə. Lower high nədir? Aşağı gedən trendin maksimumu və minimumu. Aydın olurmu sizə? Belə bir şey. 1, 2, 3. 1, 2, 3. Yəni belə düşür də bu pelekan kimi. Baxaq bizdə burada vəziyyət necədir? 2 dəqiqə 4 saniyə. Hələ ki vaxtımıza var və trendimiz də qəşəng bir şəkildə aşağı gedir. Hələ ki bizi heç bir podvodiç eləməyib. Baxaq, bizdə burada FVG-dir. Hal-hazırda biz FVG-nin içinə giririk. Görək biz FVG-ni qırıb gedəcəyim aşağı. Burada mən demək istəyirdim ki, belə yerdə məsəl üçün FVG-yə mən long girmirəm. Çünki burada struktur pozğunluğu var və qiymət short tərəfə çevrilib və short tərəfə çevrildikdən sonra burada long pozisiyalara mən çox da baxmıram. Yəni Forex-də bundan mən istifadə eləmirəm. Mən trendə uyğun FVG-ni seçirəm uşaqlar. Əgər FVG trendə uyğun deyilsə, mən o FVG-dən yararlanmıram. Çünki yararlana bilməyəcəm. Vurub qırıb aparacaqlar və məni stop edəcəklər. Çünki əks istiqamətdə FVG-lər işləmir. Burada order bloklar yaradırlar. Okey. Biz hal-hazırda buranı qırmağa çalışırıq və daha doğrusu biz FVG-ni doldurmağa çalışırıq hal-hazırda burada. FVG-ni doldurduqdan sonra biz artıq gedib aşağıları vura bilərik. FVG dolduqdan sonra əgər belə bir fikir varsa, gedib aşağıları toplamalıdırlar. Bayaqları dediyim kimi görürsünüzmü? Burada belə bir zona var, hansı ki buradan biz başlamışıq qalxmağa və düşmüşük hal-hazırda minusdayıq ki. Minusa getdik. Açdığımız yerdədir qiymət. Uşaqlar, tam olaraq bir şey də deyə bilmirəm hal-hazırda. Nəsə bu günləri biraz çətindir. Qiymət nəsə hərəkət eləmir. Qiymət nəsə hərəkət eləmir. Bu isə heç bizə uyğun deyil. Qiymətin hərəkət eləməməyi. 7 saniyə. Nə oldu orada? 1 saniyə. Ay. Son saniyə minus. Uşaqlar, burada nə gözləyirəm? Mən gözləyirəm ki, məsəl üçün, burada belə bir əməliyyatları mən çox da minus saymıram uşaqlar. Çünki artıq orada 1-2 punkt bizim əlimizdən gələn bir şey deyil. Biz görürük ki, bu zonalardayıq və 0.5 zonalarına bir gəliş gözləyirəm. Burada vəziyyəti korlayan nədir? Bu yuxarıda olan bu boşluq vəziyyəti korlayır. Və biz hal-hazırda gəlin binary-də olduğumuz üçün Forex-də deyilik biz. Binary deyil.
və buradan bir yuxarı götürəcəm mən. Çünki mənə elə gəlir ki, onlar buranı da bir test eləmək istəyirlər. Çünki burada da belə bir sahələr buraxıblar, izlər buraxıblar ki, elə bil ki, bir buranı da bir test eləyək, sonra gedəymi belə bir şey hiss eləyirəm mən. Çünki burada açdığımız əməliyyat necəsə belə ürək açan olmadı. Görürsüz, artırmıram uşaqlar. Tək 100-lə də getmirəm. Yüngül artırdığım da olur, amma tam olaraq sakit bir şəkildə heç bir emosiya əlavə etmədən bunu edirəm. Buranı görsək buradan çox gözəl bir açardıq da. Niyə getmədi, çıxmadı oralara? Yaxşı uşaqlar, görək bu əməliyyat necə bağlanır. Buradan bir dənə də əməliyyat açıram uşaqlar. Çünki bizdə belə bir gözəl bir şamımız var burada. Belə bir formasyonumuz var. Və bu formasyon qiymətin yuxarı basılmağını işarə edən bir formasyondur və həmən o şama görə mən bir dənə də əməliyyat əlavə eləyirəm ki, maksimumu götürək buradan. Gedirik, getdik aşağıdakiləri də yığdıq. Burada əməliyyatın üstünə belə eləyəndə burada birbaşa bağlamaq işarəsi də var, görürsünüz. Siz 20 dollar xeyirlə bağlaya bilərsiniz hal-hazırda və çıxa bilərsiniz. Aha, görürük ki, qalxır. Bunu vuracaqlar 100%. Yəni bu əgər Forex-dəsinizsə məsəl üçün burada əməliyyatdan çıxmayın da, yəni gözləyin bunu vursunlar. Bunu vurandan sonra bu buralarda ucu çıxa bilərsiniz əməliyyatdan. FVG-ləri görməyə çalışın uşaqlar. FVG bu boşluqlardır. Bizim təlimlərimiz var. Keçin, baxın YouTube-da da hamısı açıq bir tərzdə. Vəsə. Və burada FVG var. Bunu vuracaqlar indi. Vurdular, vurun. Vurub keçəcəklər. Yəni siz arada bir də görürsünüz ki, əməliyyat açırsınız. Bunun üstünə öz stopunuzu qoyursunuz. O stopu vururlar. Yəni bura stop qoymaq olmaz. Nə oldu burada? Aha, plus. Aha, biri plus. Sonra indi biri qalıb. Orada 33 saniyəsi qalıb onun da. Biz gəldik burada, girdik FVG zonasına. Gördünüzmü? Getdik biz oraya girdik yuxarı. Bunun stopları vuruldu. Və baxaq görək biz trend çönəcəkmi? Trend çönəcəkmi? Yoxsa biraz da mı yuxarı gedəcək? Məsəl üçün burada heç bir əməliyyat açmaq olmaz artıq. Aha, gəl bunu da plusla bağla. Bu da plusla bağlandı. Burada heç bir əməliyyat açmıram. Bununla da nə qədər oldu bizdə? Başlayanda bilmirəm nə qədər idi, amma xeyirdə olmalıyıq yenə də. Çünki bir 100 dollardan mən artıq əməliyyat açmışam burada. Uşaqlar görək başqa yerdə nəsə varsa açaq, yoxdursa artıq. Millət, bura girirəm mən çox oturmaq üçün yox. Bura girirsən sən sadəcə işini gördün, çıxdın. Bura bütün gün oturmaq üçün deyil, alınmayacaq. Məsəl üçün burada deyək ki, gəliblər, dayanıblar, bir dəfə dəyiblər, görək biz balaca time frame-də orada nəsə varmı bir şey. Yəni bu bir dəfə belə gəlməyi məni qane eləmir. Çünki bu bir dəfə belə gələndə onu bir dəfə də belə qaldırıb buradakı stopları yığırlar. O bir Forex-in bir qanunudur, futuresların bir qanunudur ki, onları yoldan çıxartsınlar və ondan sonra artıq bir qərar qəbul eləsinlər. Gedə bilərmi aşağı, gedə bilər, amma mən əmin deyiləm. Ona görə də girmirəm. Goldda biz long görə bilərik. Hal-hazırda görürük ki, deməli buradan gəldi bizdə. Amma hələ də bunu yeniləməyiblər. Hələ ki trend short gedir. Buradan baxanda bizdə bəli long gedir. Burada da bir şey yoxdur. Composite index görək. Aha, görürsünüzmü bizdə necə ideal bir şəkildə bu formasyon işlədi. Görürsünüzmü, gəldi uşaqlar. Dəydi bir zonalarına, stopları yığdı və hal-hazırda gəlin belə eləyək. 100 dollar həcmində 3 dəqiqə yuxarı əməliyyat açıram. 0.5 zonalarına gedişat gözləyirəm. Bunu mən düzgün qoymuşam. O bir şey niyə belə oldu ki bu deyəm. Belə qoyaq. Bu da o deyil. Bizim trendimiz gördünüz tələsdik. Bizim trendimiz yuxarıdan aşağı gəlib axı. Bizim trendimiz yuxarıdan aşağı gəlib. Belə hesablamaq lazım idi. Bax görürsüz. Belə şeylərə fikir verin. Görək. Hardayıq biz 0.5 zonalarına belə baxanda buradan hesablasaq biz dəymişik. Amma gəlin belə eləyək. Bizim əsl hərəkətimiz buradan başlayıb. Bu zonadan başlamışıq, biz bura gəlmişik. Hələ ki var uşaqlar, 0.5 zonalarına var biraz. Əgər belə hesablasaq biz, riskli oldu, yaxşı olmadı bu əməliyyat. Gördünüzmü, səhv hesabladım mən onu. Yuxarıdan aşağı, aşağıdan yuxarı gedən trend söhbəti var. Burada hal-hazırda bildiyin qəşəng short əməliyyatı olardı bu. Aşağı bir düşüş əməliyyatı gözəl olardı, amma yenə də gözləyək, bura binary-dir uşaqlar, bizə sadəcə bir neçə punkt lazımdır. Elə ola bilər ki, məsəl üçün biz dediyimiz yerə hələ gedər qiymət, amma bunu qəşəng buraxdılar aşağı, çox qəşəng.
Biz görürük ki, görürsünüz buralarda da eyni situasiyalar olub. Gətirirlər, vururlar, sonra qaldırırlar, vururlar, qaldırırlar. Prosta sadəcə yenə də vaxt söhbəti var burada. Bizim vaxtımız 3 dəqiqə seçmişik, 2 dəqiqə çatmazdı. Görürsünüz 3 dəqiqə yenə də 2 çatar 3 dəqiqə. Heç xoşlamıram belə əməliyyatları. Vəsə bu nə isə, bu yəqin ki bizdə minus olacaq. Baxaq burada necədir vəziyyət. Məqsəd sizə göstərməkdir uşaqlar. Yəni gördünüz, bir dənə səhv elədik, onu da bağışlamadı. Demək, burada biz nə görə bilərik? Biz burada əla, burada 2 dənə 100 dollarla mən əməliyyat açacağam. Yəqin ki, bunlar mənim son əməliyyatlarım olacaq. Uşaqlar, biz burada gözəl bir tendensiya görürük, hansı ki, qiymətimiz short gedir. Yəni gedir bildiyin. Yəni bu qiymət hər dəfə yeni minimum maksimum yaradır və biz də ki, həmən maksimumdan hal-hazırda girmişik və növbəti minimuma qədər gedişat gözləyirik. Məsəl üçün siz Forex-də belə bir yerdə əməliyyat açırsınızsa, sizin stopunuz burada, take-iniz də ki, hardasa bunun altında olmalıdır. Çünki əgər aşağı gələcəklərsə, bu zonalar vurulmalıdır. Bu vurulmalıdır, bunlar vurulmalıdır. Məsələn, 2 dənə olan 100% vururlar yəni. Bunları vururlar, bunlar hamısı vurulmaq üçündür yəni. Bunlar likvidliyin yığılması üçündür. Təlimlərimizi izləyin. YouTube-da da açıq təlimlərdir. Orada görəcəksiniz siz likvidlik necə yığılır Forex üçün. 2 dənə əməliyyat var, 91 dollar hərəsi verəcək, 182 dollar. İkisi birlikdə gəlir olacaq. İnşallah onunla da şabaş, yəqin ki videonu bitirəcək uşaqlar. Gözləyə görə əməliyyat necə bağlanır. FVG-ni də sizə göstərim. Baxın, burada da bizdə FVG olub. Deməli, bu şamdan biz götürürük və gətiririk 3-cü şamın başına. Burada da bizdə FVG olub, görürsünüz uşaqlar, FVG gəlib yığıblar və indi də gedirlər aşağı. Burada yenə də short davam eləmək olar. Amma mən videonu saxlayacağım uşaqlar, 8700 dollar. Nə qədər gəlirimiz oldu yaza bilərsiniz. Bu isə bizim bugünkü əməliyyatlarımız. Bu isə bizim nə idi o? Baxaq görək. Baxın, 67%. 8 əməliyyatımız düz olub, ikisi minus olub. Nə qədər olub bizdə əməliyyat ki? 8 uğurlu əməliyyat. Və salam uşaqlar. Götürdük gəlirimizi və sakitcə çıxıb gedirik. Oldu, hamımıza uğur və nailiyyətlər və bolca keş. Videonu bəyənməyi unutmuruq uşaqlar. Şərhlərimizi yazırıq və treydimizi eləyirik. Hamımıza uğurlar, hələlik.